İbn Baz rahimehullah tez-tez ən çox dualarından biri Allahumma tahhir qalbi, Allahumma tahhir qalbi. Ən çox ondan bu söz eşitirdi. Allahım qəlbimi təmizlə, Allahım qəlbimi təmizlə. Ona görə Tustari rahimehullah buyurur ki, yəni o qəlbdə ki, kin-küdurət, problem var, o qəlbə Allahın nuru girməyəcək. Deyir ki, haramun aləl qalbi ən yədxuləhun nur fihi şeyun mimmə yəkrahullah azza və cəl. Deyir ki, bir qəlbə Allahın nurunun girməsi haramdır, əgər orada Allahın ikrah etdiyi bir şey varsa. Ona görə insan çalışmalıdır ki, hətta vəsvəsələr gəlsə belə, yəni həsəd kimi, kin-küdurət kimi, düşmənçilik kimi və s. yəni riyadır, şirkdir, ucubdur, yəni sumuadır, bu kimi şeylər gələndə insan dua etməlidir ki, Allahım təmizlə, Allahım təmizlə, Allahım qəlbimi təmizlə, qəlbimi xəstəliklərdən uzaq et. Ona görə bu nə deyirdi ki, Allahumma inni əsəlükə qalbən səlimə, yevmə la yenfa'u malun və la banun illə mən ətəllaha qalbin səlim. O gün nə mal dövlət, nə övladlar fayda verə bilməyəcək, ancaq Allaha tərəf gələn salamat qəlbdən başqa Allah bizim qəlblərimizi salamat etsin. Və sonra deyir ki, və lisanan sadiqan. Sonra səndən sadiq dil istəyirəm. Yəni, sadiq dildə çox önəmli yəni, şeylərdən biridir. Hansı ki, dil qəlbin meyarıdır. Qəlbin üzdə olan, yəni işini görəndir. Yəni, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bundan qabaq ki, dediyim həsədir ki, lə yəstəqimu imanı abidin həttə yəstəqimə qalbuhu və lə yəstəqimə qalbuhu həttə yəstəqimə lisanuhu. Qulun qəlbi, imanı düz olmaz. Qəlbi düz olmadıqca, qəlbi düz olmaz, dili düz olmadıqca. Ona görə qədimdə sələflər deyərlər ki, əl-mər'u bi əsğareyhi, əl-qalbu və lisan, yəni, əl-mər'u bi əsğareyhi leysə bi ricleyhi və lə yədeyhi. Qul iki balaca ət parçasına görədir, qəlbinə və dilinə görə leysə bir ricleyhi və lə yədeyhi. İki əlin ayağına görə deyil. Nə edeyim sana? Allah sizə bərəkət versin. Ona görə yəni insan qəlbinə, yəni deyir ki, yəni həqiqətən insan qəlbinə və dilinə fikir versin. Çünki həqiqətən dil əzab çəkmənin, məhrum olmağın əsl səbəblərindən biridir. İnsanı cəhənnəmə aparan əsl səbəblərdən biridir. Necə ki, Muazın hədisində deyir ki, ya Rasulallah, deyir, biz hər danışdığımız şeyə görə bizə əzab olunacaqmı? Deyir ki, anan səni etirsin, deyir, insanları burnu üstə cəhənnəmə sürükləyən dilləri ilə danışdıqları şeylər deyilmi? Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, وَاِنَّ الرَّجُلَ لَيَتَحَرَّى فِي الصِّدْقِ حَتَّى يُكْتَبَ عِنْدَ اللّٰهِ صِدِّقًا. Deyir ki, kişidir sadiqlik haqqında o qədər çalışar ki, yəni bir ki, فَاِنَّ الصِّدْقَ يَهْدِ إِلَى الْبِرِّ وَاِنَّ الْبِرَّ يَهْدِ إِلَى الْجَنَّةِ. Deyir ki, həqiqətən sadiqlik, doğru danışmaq insanı xeyirxahlığa yönəldir, hidayət edir və xeyirxahlıq da insanı cənnətə aparır. وَاِنَّ الرَّجُلَ لَيَتَحَرَّى فِي الصِّدْقِ. Kişidir o qədər sadiqlik danışmaq, doğru danışmaqda deyir, cəhd edər ki, hətta yuktəbə indəllahi siddiqan. Allah qatında siddiqlərdən yazılar. Allah bizi onlardan eləsin. Yəni, baxın, siddiqlərdən yazılar. Görürsən, insanı doğru danışmaq siddiq edir. Subhanallah. Yəni, siddiq, Allah-u Akbar, ən uca mərtəbədir. Ən uca, deməli, insan dili ilə ən uca mərtəbəyə çata bilər. Ən uca mərtəbəyə. Və həmçinin sadiq dil, Allahı zikr edən, yəni Allahı yada salan, yəni şükür edən, yəni şikayətdən özünü qoruyan dilə sadiq dil deyirlər. Şikayətdən özünü qoruyan dilə sadiq dil deyirlər. Və həmçinin buyurur ki, Allah Rəsulü, mən burada biraz da çoxdur mövzular, biraz qısa edirik. Deyir ki, وَأَسْأَلُكَ قَلْبًا سَلِيمًا وَلِسَانًا صَادِقًا وَأَسْأَلُكَ مِنْ خَيْرِ مَا تَعْلَمْ. Və sonra baxın, Allah Rəsulü sallallahu aleyhi ve sellem o qabaqda istədiyi bütün xeyirləri cəm edir. Deyir ki, yəni, ey Rəbbim, səndən bütün sənin bildiyin xeyirləri istəyirəm. Buna alimlər deyirlər ki, zikrul am ba'də zikril xas. Deyir ki, amı zikr edən, xası zikr edəndən sonra amı zikr etmək. Ki, yəni, am mühümdür. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə cavami duaya insanı yönəldib. Görürsünüz, burada nə qədər faydalar var. Elə baxanda neçə cümlədir? Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə cümlə var burada. Yəni dua kimi. 12 cümlə var. Yəni 12 cümlə dünya və axirətin xeyirlərini istəyir. Yəni insan 12 cümləni əzbərləyib həyatına tətbiq etsə, yəni indən sonra neçə il insan yaşasa, bu dua ilə dua edəcək. Vallahi dualar çox təsir edir. Bax, Şeyx Fovzan rahimehullah, ya hafizahullah. Şeyx Fovzan buyurur ki,
Çox gözəl faydadır bu fayda. Demək, Həyyən şərhində buyurur. Mənzumətül Həyyənin. Deyir ki, bu duanı öyrənsən, yəni bu dua yox ha, o gecə namazına duranda Allahümə Rabbə Cibrilə, Mikailə və İsrafilə Fatıra. Axırda deyir ki, Əntə təhkumu beynə ibadikə fīmə kənu fīhi yaxtəlifun, ihdini li məxtəlifə fīhi minəl haqqı biznik, innəkə təhdī mən təşəu ilə sıratı müstəqim. İnsanlar ixtilafa düşdükləri şeylər barəsində doğruya hidayət edən sənsən, məni insanlar ixtilafa düşdükləri şeylər barəsində ən doğru olanı yönəlt. O Peyğəmbər sallallahu aleyhi ve sellem duası olub. Gecə namazına duranda bu dua ilə açılış edib. Və buyurur ki, Şeyx Hafizahullah, deyir ki, kim bu duanı hər gecə durub edərsə deyir, və yaxud da durduğu gecələrdə edərsə deyir, o fitnələrdən qorunar. Yəni, onun fitnələrdən qorunması üçün bu dua nədir? Səbəbdir. Vallahi bu insan, yəni həqiqətən sünnə bizə bütün xeyirləri öyrədib. Ona görə tətbiq etmək lazımdır. Tətbiq, Allah bizə müvəffəq etsin tətbiq etməyə. Həqiqətən tətbiq etmək Allahdan bir müvəffəqiyyətdir. Ona görə burada deyir ki, "Əsəlükə min xeyri mə tə'ləm." Və sənin bildiyin bütün xeyirləri səndən istəyirəm. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anhə bir dəfə çağırır və gec cavab verir. Və deyir ki, nə edirdin? Deyir ki, dua edirdim ya Rasulullah. Deyir ki, dualar edəndə, yəni qısa və mənalı dualar et. Dedi, necə dua edim? Deyir ki, denən ki, Allahümmə dünyada və axirətdə bildiyim və bilmədiyim xeyirləri səndən istəyirəm. Allahım dünyada və axirətdə bildiyim və bilmədiyim şərlərdən sənə sığınıram. Allahım cənnətə aparan bütün əməlləri səndən istəyirəm. Cəhənnəmdən yəni uzaqlaşdıran bütün əməllərdən, yəni cəhənnəmə aparan bütün əməllərdən sənə sığınıram. Allahım Peyğəmbər sallallahu aleyhi ve sellem bütün istədiklərini səndən istəyirəm. Onun sığındıqları hər şeydən mən də sənə sığınıram. Allahım bizə təqdir etdiyin qədərin aqibətini asan et. Allahu akbar. Yəni fikir verin gör nə qədər, yəni bu dua da çox möhtəşəm duadır. Yəni ümumi dua edirsən, bir dənə dua bütün dünya xeyirlərini, axirət xeyirlərini salır onun içinə. Ona görə yəni, bu duaları insan gərək həyatından qaçırmasın. Və sonra buyurur ki, "Və a'udhu bika min şerri ma ta'lam." Sənin bildiyin bütün şərlərdən sənə sığınıram. Və sonra baxın duanın ədəbi. Allah Azze və Cəllə ilə olan ədəb. Yəni sən bilirsən ki, mən günahkaram. Deyir ki, "Vəstəğfiruke limə tə'ləm." Sənin bildiyin bütün günahlardan da səndən istiğfar edirəm, bağışlanma diləyirəm. Bax, istiğfar elə şeydir ki, biraz öncə qudsi hədis dedik. Deyir ki, "Ya ibnə Ədəm, ey Adəm övladı." Yəni sən günahkarsan, Adəm övladı, yəni günahkarsan. Bəzi alimlər deyir ki, nəyə görə Adəm övladı adı ilə başladı? Çünki insan günahkardır ona görə. Yəni Adəm cənnətdən günahla çıxmışdı ona görə. Deyir ki, "Ya ibn Adəmin, deyir ki, innək ləv bələğət zunubuk anənəs səmə." Yəni bu hissəsini deyir. Əgər günahların göyün qatına qədər çıxsa, "Thumma istəğfərtəni." Sonra sən məndən bağışlanma diləsən, "Qəfərtu ləkə alə mə kənə fik və lə ubəli." Səndən nə baş verirsə mən səni bağışlayıram, heç fikir də vermərəm. Deməli, istiğfar elə bir şeydir ki, yəni Şeyx Şinqiti rahimehullah buyurur ki, deyir, insan elə bir istiğfar edə bilər ki, bir dəfə anadan gəlmiş kimi ağappaq olar. Bir dəfə elə istiğfar edə bilər, edər ki, deyir, anadan gəlmiş kimi ağappaq olar. Ona görə yəni istiğfar baxır necə olunur. Baxır necə insan özünü günahkar görüb istiğfar edir, yoxsa sadəcə dil zikr eləsin deyə istiğfar edir. Ona görə bu duanı bu ilə bitirir. Sonra deyir ki, "İnnəkə əntə allamul ğuyub." Sən bütün qeybləri bilənsən. Burada da Allah Azze və Cəllənin böyük ədəb var. Yəni, ey Rəbbim, mən o qədər cahiləm ki, mənim bilmədiyim günahlarım var. Amma sən allamul ğuyubsan. Qeybləri bilənsən, aşkarda olanı bilənsən. Yəni qeyblərdə olan bilən, məbəbilə olə, daha layiqdir ki, aşkarda olanı bilsin. Yəni bu hədisdə gəlib ki, sən qeybləri bilən Allahsan və məni bağışla. Və necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Abu Bakr radiyallahu anh'a bu öyrədir ki, "Ya Əbu Bəkir, deyir ki, fəinnə şirkə lə əxfa min dəbibin nəmlə." Deyir ki, həqiqətən şirk sizdə qarışqanın ayağından daha gizlidir. Soruş ki, "Ya Rasulullah, biz necə qutaraq?" Allah Rasulü sallallahu aleyhi ve sellem bu duanı öyrədir ki, "Allahümmə inni a'ud denən ki, Allahümmə inni a'udu bikə ən uşrikə bikə və ənə a'lamu və estəğfiruke limə a'lamu. Limə lə a'lamu." Deyir ki, ey Rəbbim, yəni mən səndən bağışlanma diləyirəm. Sənin bildiyin günahlarından və bilmədiyim günahlardan da, yəni səndən şirk qoşmaqdan sənə sığınıram. Yəni bildiyim və bilmədiyim halda Allahümmə inni a'udu bikə ən uşrikə bikə. Mən səndən şərik qoşmaqdan sənə sığınıram, və ənə a'lamu. Bildiyim halda. Və estəğfiruke limə lə a'lamu. Və səndən bağışlanma diləyirəm bilmədən etdiyim şirklərə görə.